Salam. Beğendiğim ispatlar seriyasının 3. videosunda görüşürük. Bugün riyazi analizin fundamental teoremlerinden biri olan Bolzano-Weierstrass teoreminin farklı bir ispatını vereceğim. Bolzano-Weierstrass teoremi belədir. Deməli, məhdud ardıcıllıqdan yığılan alt artıcıllıq ayırmaq olar. Bu teoremi riyazi analiz kursunda Kantor teoremi ilə ispat edirlər. Bir-birinə daxil olan və uzunluqları sıfıra yaxınlaşan parçaların hamısına daxil olan yeganə bir həqiqət vardır. O teoremdən istifadə olunaraq Bolzano-Weierstrass teoremi ispat olunur. Ancaq burada mən fərqli bir ispat verəcəm bu seriyaya uyğun olaraq. Belə bir faktdan istifadə edəcəm. Onu bir lemma olaraq yazıram. Lemmanın ispatı çox çətin deyil. Onu özünüz eləyə bilərsiniz. Belə bir faktdır. Deyir ki, istənilən ardıcıllıq necə olursa olsun, istənilən ardıcıllıqdan monoton alt ardıcıllıq ayırmaq olar. Monoton alt ardıcıllıq ayırmaq olar. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, istənilən bir ardıcıllığın elə bir alt ardıcıllığı var ki, o alt ardıcıllıq monotondur. Bu faktdan istifadə edəcəm. İndi fərz eləyək ki, x-in məhdud ardıcıllıqdır. X-in məhdud ardıcıllıqdır. İndi bu x-in məhdud olduğunda, ümumiyyətlə istənilən bir ardıcıllıq olsun, fərqi yoxdur. Bu x-in ardıcıllığından lemmaya görə bir monoton alt ardıcıllıq seçmək olar. X-in monoton alt ardıcıllıq olsun. Lemmaya görə bu mövcuddur. Monoton alt ardıcıllıqdır. Lemmaya görə ardıcıllıq olsun. İndi təbii ki, x-in məhdud olduğuna görə bu monoton ardıcıllıq da məhdud olacaq. Və bilirik ki, Weierstrass teoremi var. Monoton ardıcıllığın yığılan ardıcıllıq olması üçün zəruri və kafi şərt o ardıcıllığın məhdud olmasıdır. Normalda bir ardıcıllığın məhdudluğu yığılması üçün kifayət deyil. Məsələn, -1 üstü n ardıcıllığı da məhduddur, amma yığılan deyil. Monoton ardıcıllıqlarda məhdudluq yığılma üçün həm zəruridir, həm də kafidir. İndi bu x-in məhdud olduğuna görə bu x-n-k ardıcıllığı, alt ardıcıllığı, təbii ki, məhdud ardıcıllığın istənilən alt ardıcılığı da məhdud olacaq. X-n-k deməli monotondur. Elə seçmişik, seçiminə görə monoton və məhduddur. Məhduddur. Onda Weierstrass teoreminə görə monoton və məhdud ardıcıllıq yığılır. Burada Weierstrass teoreminə görə x-n-k yığılan ardıcıllıqdır. Bununla da teoremimiz ispat olundu. Lemmanın ispatı elə də çətin deyil. Onu özünüz fikirləşərsiniz. Lazım olsa yorumlara da yaza bilərsiniz. Sonra bir videoda ispatını verərəm. Deməli, biz bir məhdud ardıcıllıqdan yığılan bir alt ardıcıllıq olduğunu ispat etdik. Bununla da Bolzano-Weierstrass teoremi ispat olundu. Növbəti videoda görüşərik. Sağ olun.